Salam, hər vaxtınız xeyir olsun. Bugün sizləri Zabratdan çox gözəl bir yerdən 118 saylı marşrut xəttinə yaxındır. 4 otaq yaşayışdır. Evimizdə hal-hazırda yaşayış var. Güllü, çiçəkli, baxın gör nə gözəl evdir. Ən əsas da gözəlliyi budur ki, evin torpağın çıxarışı var, xüsusi mülkiyyət. Gir yaşa bir evdir. Sadəcə olaraq evin görünüşünə, fasadına biraz əl gəzdirmək lazımdır. Yəni burada yaşayış var, ancaq o qədər də ustada işlədə bilmirlər də. Kürsülüdür, qoşa daşdır, kombi xətti, kombisi də var hal-hazırda. İşləkdir. 99 minə deyir. İnşallah ki, ev yiyəsi tərəfindən endirim olunar. Hər evdə olduğu kimi də evdə də olunar. 2,5 sotdadır. Biraz da ondan artıq olar torpağı. Bura girək evimizin içinə. Giriş. Biraz da hardasa burada evdə özünüz zövqünüzə görə aboylar dəyişə bilərsiniz. Kuxnası. 3 yataq otağı, bir zaldır. Bax bura zalı. Biz aboylara da əl gəzdirmək lazımdır. Dəyişiklik eləmək lazımdır. Yəni o qədər də xərc tələb eləmir. Dediyim kimi 99 min deyir. Burada da bir yataq otağı var. Ailə yataq otağıdır. Baxın. Burada da yenə belə bir otaq var. Biraz hardasa yenə dediyim kimi remonta ehtiyacı var. Əl cəzdəsi aboylarına, bir də çölün fasadına. Xüsusi mülkiyyət, sənəd. Kim alsa Allah xeyrini versin.